VTB Bankda müştərilərin depozit otağındakı saxlanış eşikləri, seyflərdən 800 min manatlıq oğurluqda ittiham olunan 2 nəfər Belarus vətəndaşı, 1976-cı il təvəllüdlü Babayev Aleksey Ramizoviç və 1990-cı il təvəllüdlü Grinkeviç Sergey Alikoviçin Bakıda məhkəmə prosesi keçirilib. Məlumata görə onlar bankdan pul və qızıl zinət əşyaları oğurlamaqda təqsirləndirilirlər. Banklarda müştərilər əmanət saxlamaqla yanaşı icarə əsasında saxlanış eşiyi götürüb orada qızıl zinət əşyalarını, sənədləri və s. saxlaya bilirlər. Təqsirləndirilən şəxslər də oradakı qiymətli əşyaları oğurlamaqda ittiham olunur. Məlumata görə təqsirləndirilən şəxslərdən Sergey hadisədən bir müddət əvvəl Bakıya gəlib, oteldə qalıb. Gedib bankdan seyf icarəyə götürüb. O bildirib ki, bu oğurluğu sifarişlə icra edib. Bunu həyata keçirmək üçün ona xüsusi alətlər də veriblər. Əvvəllər Minskdə azərbaycanlılarla restoran biznesi ilə məşğul olduğunu deyən Sergey deyib ki, ona bu oğurluğu German adlı şəxs sifariş verib. Bakıya öz hesabına gəlsə də sonraki xərclərini də elə o ödəyib. Cinayətin hansı bankda törədiləcəyini, onun harda yerləşdiyini və s. məsələləri də Bakıda olarkən öyrənib. Heç açdığım seyflərin də kimə məxsus olduğunu bilmirdim. Təsadüfən açırdım. Həmin seyfləri açan alətlər vermişdilər. İcarəyə seyf götürmüşdüm deyə rahat girə bilirdim o yerə. Bir də gördüyüm işlərin videosunu çəkmək üçün belə bir tapşırıq verilmişdi. Sergey Grinkeviç vurduqları ziyanın məbləğinin ittihamda göstərilən qədər çox olmadığını da qeyd edib. Bu cinayət işində 5 nəfər zərər çəkmiş var. Nurlan Kazımlı, Fuad Lütfəliyev, Zibeydə Qurbanova, Reyhan Hacıyeva və Tuqay Rəhimli. Zərər çəkmişlərdən bəzilərinin bankdakı seyflərinə müdaxilə olunub. Açılsa da heç nə götürülməyib. Onlara ziyan dəyməyib, onlar şikayətçi olmayıb. Zərər çəkmişlər arasında maddi baxımdan ən çox ziyan görən Zibeydə Qurbanovadır. O göstərib ki, bankdakı seyfdə 55 min dollar pul və 156 ədəd qızıl zinət əşyası olub. Həmin əşyalar özümə və övladlarıma məxsus olub deyə o bildirib. Zərər çəkmişin sözlərinə görə ona ümumilikdə 500 min manata yaxın ziyan dəyib. Daha sonra məlum olub ki, Zibeydə Qurbanova Azərbaycanda Interpolun Milli Mərkəzi Bürosunun rəis müavini Namiq Camalovun anasıdır. O bundan əvvəl Cəlilabad və Sabirabad rayonlarının polis rəisi olub. 2023-cü ilin mayında Interpola rəis müavini kimi təyin olub. Zibeydə Qurbanovanın digər oğlu Natiq Camalov isə Qaradağ rayonu 38-ci polis bölməsinin rəisidir. O əvvəl Səbail rayonu 9-cu polis bölməsinin rəisi olub. Onlar keçmiş Müdafiə Sənayesi Naziri 2018-ci ildə vəfat eləmiş Yavər Camalovun qardaşı Əli Hüseyn Camalovun övladlarıdır. Əli Hüseyn Camalov vaxtilə Azərqaza rəhbərlik edib. Daha sonra Milli Aerokosmik Agentliyinin direktor müavini kimi fəaliyyət göstərib. Qeyd edək ki, Bank BTB-nin səhmləri Prezident Administrasiyasının keçmiş rəhbəri Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur.